Panenka kanalından Söhbət Var seriyasının yeni videosundan herkese salamlar. Bugünkü videomuzda 4 gözlə gözlədiyimiz transfer pəncərəsindən klublarımız Qarabağ və Neftçidəki potensial keçidlərdən danışacağıq. Kanala abunə olaraq və digər sosial şəbəkələrdən bizi izləyərək aramıza qatıla və bizə dəstək ola bilərsiniz. Elə isə çayınızı və çərəzinizi hazır edin, çünki Panenkanın yeni videosu başlayır. Xoş seyirlər. AFFA'nın Azərbaycan Premyer Liqası iştirakçıları üçün gələn mövsümdən etibarən legioner limitini ləğv etməsi ilə birlikdə bir çox klublarımız yay transfer strategiyasını formalaşdırmağa başlayıb. Dəyişən format və artan komanda sayı ilə çətinliyi bir qədər də artan Premyer Liqada həm region klubları, həm də paytaxt təmsilçiləri komandalarını gücləndirmək məqsədi ilə yay transfer mövsümündə öz heyətlərinə kifayət qədər yüksək yatırım edəcəklər. Komandada dəyişikliklərə getməyə hazırlaşan son çempion Qarabağda artıq bir çox oyunculara təkliflər gəlməyə başlayıb. Köhlən atların və Premyer Liqanın bombardiri olan Leandro Andrade kluba təklif gətirməyi bacaran oyunculardan biridir. Hazırda 2 milyon avro bazar dəyəri olan Cabo Verdeli futbolçunun keçidində maraqlı olan klub Rusiya 1-ci liqası təmsilçisi Rubin Kazandır. Ağdam klubunun 25 yaşlı sağ wingerin transferindən yüksək məbləğ gözlədiyi iddia olunur. Belə ki, köhlən atların futbolçu ilə 2+1 illik müqavilə imzalamaq istəyən Rubindən 4 milyon avro tələb etdiyi bildirilir. Qarabağla 2027-ci ilin yayına qədər müqaviləsi olan Leandro Andrade bu mövsüm meydana çıxdığı 41 oyunda 12 gol, 8 asistlə yadda qalmağı bacarıb. Ölkə xaricindən təklif gətirməyi bacaran bir digər legioner isə Marko Yankoviçdir. Xorvatiya mediasında Dinamo Zagreb'in 29 yaşlı Montenegrolu futbolçunun transferində maraqlı olduğu ilə bağlı xəbərlər yazılıb. Ağdam klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçu üçün Azərbaycan təmsilçisinin kifayət qədər yüksək transfer təzminatı istədiyi bildirilib. Hazırda 600 min avro bazar dəyəri olan mərkəz yarım müdafiəçi bu mövsüm Qarabağ forması ilə meydanda olduğu 29 oyunda 1 gol, 3 asistlə hesaba fayda verməyi bacarıb. Ağdamlılarla ayrılığın astanasında olan bir digər legioner isə bu mövsüm yay aylarında komandaya qatılan Fabian Buntiçdir. 2024 yay transfer mövsümündə Qarabağla 3 illik müqavilə imzalayan Xorvatiyalı qapıçı əsas heyətdə şans tapa bilmədiyindən komandadan ayrılmaq istəyir. Şahrüddin Məhəmmədəliyevlə müqavilə uzadan və Mateus Kohalskinin çıxışından razı olan Qarabağ rəhbərliyi də 28 yaşlı qapıçının komandadan ayrılmasına əngəl törətməyəcək. 700 min avro bazar dəyəri olan golkiper Qarabağ forması ilə meydana çıxdığı 13 oyunda qapısında 15 gol görmüş və cəmi 6 oyunda qapısını toxunulmaz saxlamağı bacarmışdır. Köhlən atların legioner futbolçuları ilə yanaşı yerli oyuncularına da bir sıra təkliflər gəlməyə başlayıb. Azərbaycanlı oyuncular arasında ayrılığa ən yaxın olanı Elvin Cəfərquliyevdir. Qeyd etmək lazımdır ki, artıq bir neçə oyundur 24 yaşlı sol cinah müdafiəçisini izləyən Lech Poznan yay aylarında Qarabağa rəsmi təklif göndərməyə qərar verib. Elvinlə 2026-cı ilin yayına qədər müqaviləsi olan Ağdam təmsilçisi bu keçidin reallaşması üçün Polşa klubundan transfer təzminatı tələb edəcək. Hazırda 900 min avro bazar dəyəri olan Azərbaycanlı sol cinah müdafiəçisi bu mövsüm oyun dəqiqəsi tapmağı bacardığı 32 qarşılaşmada 1 gol 6 asistlə ön plana çıxa bilib. Ağdam klubu bu ayrılıqların yerini doldurmaq üçün transfer həmlələrinə indidən başlayıb. Reallaşacaq olan ilk keçidin köhlən atların heyətində həm kəmiyyət, həm də keyfiyyət əksikliyi çəkilən mərkəz müdafiə mövqeyinin olması gözlənilir. Transfer siyasının başında Qarabağ skautlarının kifayət qədər məlumatlı olduğu Portuqaliya liqasında çıxış edən Felix Baxer qərarlaşır. Hazırda Estoril klubunun formasını geyinən 24 yaşlı Avstriyalı mərkəz müdafiəçi Ağdam klubunun başlıca transfer hədəflərindən biridir. Klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi davam edən 24 yaşlı futbolçu həm sağ stoper, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilir. Qarabağ bu keçidi reallaşdırmaq istəsə, hazırda 500 min avro bazar dəyəri olan futbolçu üçün transfer təzminatı ödəməli olacaq. Karyerasına Avstriya klublarında başlayan və bir müddət Alman klubu Freiburg'un əvəzedici komandasında da çıxış edən Felix Baxer 2024-25 mövsümündən etibarən Estoril formasını tərlədir. Avstriyalı mərkəz müdafiəçi cari mövsüm ərzində Portuqaliya klubu ilə 14 oyunda meydana çıxmış və bir qolla fərqlənməyi bacarmışdır.
Ağdamlıların heyətində gücləndirmək istədiyi bir digər bölgə isə Juninho'nun ayrılığından sonra boşluq yaranan mərkəz hücumçu mövqeyidir. Köhlənatların bu istiqamətdəki əsas hədəfi isə hazırda Bolqarıstan Liqası klubu Batev Plovdivdə çıxış edən Kamerunlu futbolçu Vinni Tribuledir. Karyerası ərzində Fransanın Nancy, Rumıniyanın Virton və Bolqarıstanın Bero klublarında da çıxış etmiş 25 yaşlı mərkəz hücumçu 2024-25 mövsümündən etibarən Batev formasını tərlədir. Hazırda 1 milyon avro bazar dəyəri olan Kamerunlu mərkəz hücumçu Bolqarıstan klubu ilə olan müqaviləsi 2026-cı ilin yayına qədər davam edir. Hücum xəttinin mərkəzi ilə yanaşı sağ və sol cinahlarında da oynaya bilən Vinni Tribule bu mövsüm Batev Plovdivə meydanda olduğu 24 oyunda 4 gol 1 asistlik fayda verə bilib. Samir Abbasovun gəlişi ilə birlikdə son oyunlarda müsbət ab-hava tutmağa başlayan paytaxt klubu Neftçi isə yay aylarında heyətində köklü dəyişikliklər etməyi planlaşdıran bir digər klubumuzdur. Azərbaycanlı mütəxəssisin gələcək planları arasında olmadığı bildirilən bir neçə oyunçu ilə ayrılıq qərarına gəlinib. Bu oyunçulardan ilki artıq son 9 oyundur heç geniş heyətə belə daxil olmağı bacarmayan Portuqaliyalı futbolçu Rafael Guzzo'dur. Roman Grigorçuk'un dövründə Portuqaliya klubu Chaves'dən Bakı təmsilçisinə transfer olunan 30 yaşlı mərkəz yarım müdafiəçisi sezon sonunda Ağqaralardan ayrılması planlaşdırılan legionerlərin başında gəlir. Benfica Akademiyasında yetişən Portuqaliyalı futbolçu bu mövsüm Bakı klubunun forması altında meydana çıxdığı 12 oyunda gol və ya asistlə fərqlənməyi bacarmayıb. 500.000 avro bazar dəyəri olan Rafael Guzzo'nun Neftçi ilə olan müqaviləsi 2026-cı ilin yayına qədər davam edir. Samir Abbasovun gələcək mövsüm üçün olan heyət planlamasında özünə yer tapa bilməyən bir digər legioner isə Dembo Darbo'dur. Eyni ilə Rafael Guzzo kimi son 9 həftədə meydana çıxma şansı tapa bilməyən Qambiyalı mərkəz forvardın yay aylarında komandadan ayrılması gözlənilir. Roman Grigorçuk'un tələbi ilə yay transfer mövsümündə komandaya qatılan 26 yaşlı futbolçunun Neftçi ilə davam edən müqaviləsi 2026-cı ilin yayında sona çatacaq. Hazırda 500.000 avro bazar dəyəri olan Dembo Darbo qara forma ilə meydana çıxdığı 17 oyunda cəmi 3 dəfə fərqlənərək gözləntiləri doğrultmağı bacarmadı. Bakı klubu legioner oyunçularla yanaşı bir neçə yerli futbolçu ilə də yolları ayırmağa qərar verib. Tez-tez keçirdiyi zədələr səbəbindən heç vaxt öz potensialına çata bilməyən Azər Əliyev yay aylarında paytaxt təmsilçisinin yolları ayırmağı planlaşdırdığı futbolçular arasındadır. Belə ki, Ağqaralar mövsüm sonunda azad agent olacaq futbolçu ilə müqavilə uzatmamaq qərarı alıb. Artıq 13 oyundur oynama şansı tapa bilməyən 30 yaşlı sol vingerin keçidində bir neçə Azərbaycan və Rusiya klublarının istəkli olduğu bildirilir. 2022-ci ildə Rusiya klubu Ufadan Neftçiyə transfer olunan Azərbaycanlı futbolçu bu mövsüm cəmi 9 oyunda meydana çıxmış və 2 asistlik fayda verməyi bacarmışdır. Samir Abbasovun yeni klubunda heyətdə görməyi ən çox istədiyi futbolçu isə köhnə tələbəsi Səbuhi Abdullazadədir. Paytaxt klubu yay aylarında Sumqayıt ilə olan müqaviləsi sona çatacaq 23 yaşlı mərkəz yarım müdafiəçisini heyətinə qatmaqda istəklidir. Kimyaçılar ilə müqavilə uzatmaqda istəksiz olan Azərbaycanlı futbolçunun transferində Neftçi, Sabah və Zirə klubları yarış halındadır. 850.000 avro bazar dəyəri olan Səbuhi Abdullazadə bu mövsüm Sumqayıt forması ilə meydana çıxdığı 27 oyunda hesaba 2 gol 2 asistlik töhfə verməyi bacarıb. Ağqaraların transfer hədəfində olan bir digər futbolçu isə Qazaxstanlı oyunçu İslam Çesnokovdur. Hazırda Tobol klubunda çıxış edən Qazaxstanlı futbolçu hücumun sağ cinahı ilə yanaşı mərkəz və sol cinahda da oynaya bilir. 800.000 avro bazar dəyəri olan Qazaxstan millisinin 25 yaşlı üzvünün klubu Tobol ilə olan müqaviləsi 2025-ci ilin oktyabr ayına qədər davam edir. Avropa klublarından da bir neçə təklif alan sağ vingerin transferində Neftçi və Tobolun artıq razılığa gəldiyi bildirilir. Yay aylarında İslam Çesnokov son qərarı özü verəcək. Qazaxstanlı sağ vinger ötən mövsüm Tobol forması ilə meydana çıxdığı 31 oyunda 12 gol və 6 asistlə fərqlənməyi bacarıb. Liqamızdan ayrılması böyük ehtimallar daxilində olan bir digər legioner isə Qvineyalı gənc vinger Salif Usumadır. Gənc oyunçunun Türkiyə və Avropa liqaları olmaqla bir çox yerdən təklif aldığı bildirilib. Bu klublar arasında CSKA Sofia, Fenerbahçe, Monaco və bir neçə İngiltərə Championship klubu olduğu qeyd olunur. Hazırda 850.000 avro bazar dəyəri olan 21 yaşlı futbolçunun Zirə ilə olan müqaviləsi 2027-ci ilin yayına qədər davam edir. Qvineyalı futbolçunun keçidində
çəkili olan klub Bakı təmsilçisinə transfer təzminatı ödəməli olacaq. 2023-cü ilin yayında Fransanın Le Havre klubundan Zirəyə transfer olunan Salif Usuma cari mövsümdə Qartallar ilə meydana çıxdığı 30 oyunda 8 qol və 4 assistlə fərqlənməyi bacarıb.